İşə bir gün xəbər vermədən getməsəniz, sizi dərhal işdən çıxara bilərlərmi? Bəs işə götürənin və işçinin hüquqları nələrdir? Gəlin qanuna əsasən izah edək. İlk növbədə işçinin hüquqları: təhlükəsiz və sağlam əmək şəraitində işləmək, əmək müqaviləsində göstərilən əmək haqqını vaxtında almaq, məzuniyyət və istirahət günlərindən istifadə etmək, əmək hüquqları pozulduqda məhkəməyə və mediasiyaya müraciət etmək. Bəs işə götürənin hüquqları hansılardır? İşçidən əmək intizamına riayət etməsini tələb etmək, işçinin əmək funksiyasını düzgün yerinə yetirməsinə nəzarət etmək, əmək intizamı pozulduqda qanunla nəzərdə tutulmuş intizam tədbirlərini tətbiq etməkdir. İşçi icazəsiz işə gəlməzsə nə baş verir? Əgər işçi üzürlü səbəb olmadan və ya əvvəlcədən məlumat vermədən bütün iş günü işə gəlməzsə, bu əmək vəzifələrinin kobud şəkildə pozulması hesab oluna bilər. Belə halda işə götürənin qanunvericiliyin tələblərinə əməl etməklə müqaviləsinə xitam verə bilərlər. Lakin hər bir hal ayrıca araşdırılmalı, üzürlü səbəb nəzərə alınmalıdır. İşçi də işə götürəndə qanunu bilməlidir. Bir yanlış addım ciddi hüquqi nəticələr yarada bilər.